Belə bürclər 3 noyabrdan 10 noyabra doğru Qoç, Şiroxatan bürclərini, od ünsürlərini nələr gözləyir? Birinci qoçlardan başlayaq. Qoçlar bu həftə bir balaca qəribə bir üçümüzə də aiddir. Qoç, Şiroxatanlar bu həftə biraz danışıq olaraq, söz olaraq insanlarla belə deyim də aktivləşmə üslubu olaraq çox gərginsiniz, çox əsəbisiz. Elə bir insanlar sizi bu həftə belə deyim də tənbih eləyəcəklər, kinayəli baxışlar, kinayəli sözlər sizə yönləndirməyə çalışacaqlar. Sanki bilirsiniz, elə bir alovsuz da hazırsınız partlamağa, elə bir vəziyyətdə olacaqsınız. Qoçlar, şirlər, oxatanlar, ən çox da qoçlar və oxatanlar sizə aiddir bu. Bu həftə bacardığımız qədər qoçlar, belə deyim də, ətrafınızda baş verən yalan, insanların danışıqları, insanların sizə təsirləri, təzyiqlərini görməməzlikdən gəlməz. Çünki 3 gün ərzində belə olacaq. Cümə axşamından etibarən başlayacaqsınız özünüzün ruhsal sağlığını düzəltməyə, özünüzü stabilləşdirəcəksiniz, egovuzu bərpa eləyəcəksiniz, düşüncə və arzu xəyallarınızın stabilliyini başlayacaqsınız aktivləşdirməyə. Çünki cümə axşamından başlayaraq şanslarınız, evrənin sizə doğru uğurları, yenilənmiş nüanslar sizə doğru gələcək. Və bu həftə ən çox bilirsiniz nə etməlisiniz? Özünüzü tərbiyələndirməlisiniz. Danışıq olaraq, qidalanma olaraq, maddiyyat olaraq, ailə olaraq özünüzü tərbiyələndirməlisiniz. Çünki bütün ətraf elə biləcək ki, problem sizdədir və ağırlıq, negativliyi siz ötürürsünüz ətrafa qarşı. Çünki emosionallığınız çox olacaq. Emosionallığınız çox olduqca da sağlamlıqla əlaqədar yuxu pozğunluqları, ayaq ağrılarınız, çanaqda olan, jenskidə, muşko hissədə olan ağrılarınız həddən artıq çox olacaq. Bunlara fikir verməlisiniz. Ümumi dəyərləndirsək həftəlik belə deyim də 68%-ə qədər həftəviz uğurlu edə bilərsiniz. Çünki heç nə tam deyil. Nə ailəviz, nə pulunuz, nə də sağlamlığınız qoçular. Öfkəviz çoxdur. Şirlərə gələndə şirlər bu həftə maddesal şanslarınızı evren olaraq sizi aktivləşdirir. Hədiyyələr əldə edə bilərsiniz. Pul, maddiyyat olaraq sizi qabağa çəkən insanlar ola bilər. Amma bu həftə öz tənhalığınızda çox böyük dərinliyə getmiş nüanslarınız olacaq. Yəni bu həftə şirlər elə bir məqamda olacaqsınız ki, sanki normadan çox ağıllı olacaqsınız. İnsanlar sizin başqa bir tərəfdən görəcəklər. Sevgi olaraq, şəxsiyyət olaraq bəzi görmədiyiniz nüansları görüb analiz eləyəcəksiniz. Özünüzə yeni qapılar açacaqsınız və belə deyim də psixoloji olaraq özünüzü çox gözəl, ideal şəkildə aktivləşdirməyə bacaracaqsınız. Sadəcə həftənin sonlarında, şənbə və bazar günlərində qısqanclıq, aqressiyavınız, belə deyim də müqayisəniz normadan çoxdur. Bunun qabağını almalısınız. Şirlər özünüzü heç kəslə bir müqayisəyə qoymalı deyilsiniz əslində. Çünki sizlə bir təbəqədə olan insanlar, yəni ümumiyyətlə heç bir heç kəslə özünü müqayisəyə qoymamalı, amma şirlər sizi vəbşi müqayisəyə qoymamalı. Çünki fədakarlığınız, zəhmətkeşliyiniz bu həftə daha çoxdur. Özünüzü iş, pul, maddiyyata doğru kökləməlisiniz. Çünki şəxsiyyətlə əlaqədar o istədiyiniz balansı bu həftə düzəldə bilməyəcəksiniz. Çünki normadan çox ağıllı və dərin düşünməyiniz insanlara çatmayacaq və bu dərinlik insanları qane etməyəcək şirlər. Sağlamlıq olaraq xoşuma gəlməyən özümdə də var. Kürək ağrılarımız çoxdur, sümüksel ağrılarımız çoxdur, səpkilər, allergik fonumuz çoxdur. Qidalanmamıza ciddi fikir verməlisiniz. Çünki zaten noyabr ayı bütün insanlar üçün qida, mədə, bağırsaq üçün biraz qeyri-stabil olan bir nüans. Çünki yeraltı dünyanın yerüstü aktivləşməsi bədənimizin də tarazlığın torpağı toxunaraq pozulması deməkdir. Ümumi həftəni dəyərləndirsə pul şansınız çox gözəl gəlir. Ağıllı olmağınız var. Düzdür, çox ağıldan istifadə etmirsiniz şirlər. 75-78%-ə qədər həftəviz uğurlu edə bilərsiniz. Oxatanlara gələndə isə oxatanlar bu həftə heç nə sizi qane etmir. Hər şey azdır, hər şeyə qarşı ümidsizəm, hər şeyə qarşı yarımçıqam, özümü önə çəkmək istəyirəm, özümü göstərmək istəyirəm. Yetməməzlik bu həftə oxatanlar sizdə çoxdur. Mənə heç nə yetmir, heç nə ilə qane olmuram. Mən kralam, şans mənə doğru gəlməlidir. Maaşım mənə yetmir, işim mənə yetmir, sevgi mənə yetmir, ailə mənə yetmir. Heç nə sizə yetməyəcək. Çünki siz özünüzün baxış açını dəyişməlisiniz. Çünki siz özünüzü formalaşdırmalısınız. Qane olmamazlığınız, yarımçılığınız normadan çoxdur gələcəyə doğru. Belə deyim də, ayın 6-sına qədər nə yerdə, nə göydə olacaqsa, sizi tutmaq, sizi stabilləşdirmək biraz çətin məsələ olacaq. Amma öz balansınızı düzəltməyə çalışacaqsınız. Bu həftə maddesal problemləriniz olacaq. Çünki maddiyyatın yetməməzliyi, gözləyən insanların maddiyyata doğru istiqamət edə bilməməyiniz, özünüzü maddiyyatla bağlı zəif hiss etməyiniz, sizin pul olaraq, insan olaraq aktivləşməyinizi zəiflədəcək. Həftənin sonlarına doğru iş, pul, maddiyyat sistemindən xüsusi bir şanslar gələcək. Xüsusi bir, belə deyim də, məlumatlar, təkliflər əldə edəcəksiniz ki, sizin maddesal sferanızı gücləndirə bilər və sizi aktivləşdirə bilər. İstifadə etsəz uğurlu əldə edə bilərsiniz. Ən çox da məni narahat edən ürək damar sistemimizdə olan problemlər, nəfəs yolumuzda olan oxatanlar problemlərimiz. Bu çəkdiyiniz nələrdənsə ola bilər və yaxud da boğaz, bronxit, nəfəs yolumuzda olan problemlərin aktivləşməsi ola bilər. Bunlara fikir verməlisiniz. Ümumi həftəmizdə oxatanlar 72%-ə qədər həftəviz uğurlu edə bilərsiniz. Zaten od ünsürləri bu həftə wow olacağınıza inanmıram.